Salamlayan mərcəyimizi xoşlayana belə oyun universitetlərin qarşısında olmaq və bizim qonaqlarımız var. Qonaqlarımız gələn gözəl başımıza xoş gəlmişsiniz. Oyuna gəldikdə bəli, çox böyük təcrübə əldə edəsi bir oyundur və Azərbaycan futbol tarixində bu bitmişdir. Çempionlar Liqasının playoff mərhələsində oynamaq və əlavəndə belə bir komandaya qarşı, Newcastle-a qarşı hansı ki, çox tanınmış, çox köklü bir klubdur və dünyanın bir nömrəli liqasından gəlmiş bir komandadır. Və oyuna demək olar ki, biz vaxtımız az oldu hazırlaşmağa, amma ümumən boşlarının hazırlığına baxan kənardan onların diqqətinə, onların oyun haqqındakı fikirlərinə çox məsuliyyətli davranırlar və çox həyəcanlıdırlar. Bu mənə biraz inan verdi ki, göstərir ki, bu boşlarının oyunun səbirsizlə gözləyirlər və hər biri ayrılıqda baxaraq düşünürlər ki, sabah özlərinin ən yaxşı oyunlarından birini oynamalar. Və belə rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stilləri var və məncə elə təkcə ki, İngiltərədə, Milli Liqada bütün komandalar inanıram ki, bunlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə heç cür maksimum çalışırlar ki, imkan verilməyə öz oyunlarını oynamağa. Buna baxmayaraq, inşallah çalışacaq ki, öz doğma meydanımızda, öz olan güclərimizdə yaxşı bir mübarizə aparmağa, ağıllı bir oyun oynamağa və əlavəndə cəsarətli bir oyun oynamağa. Baxmayaraq, bəzi komponentlərdə rəqib bizi üstələyir, ümumiyyətcə çox həm fiziki gücə malik, həm çox sürətli futbol oynayan bir rəqibdir. Amma hər bir halda inanıram ki, futbolçularımız özlərini yaxşı tərtib göstərməyə bacaracaqlar və özlərindən yaxşı oyunlarının birini oynayacaqlar.